Birinci sualda həm nəqli, həm də əmr cümləsi kimi düşünülə bilən cümləni müəyyən edin deyir bizə. Həmişə ədalətli olaq cümləsi. Bilirik ki, aq, əq həm əmr şəkli, eyni zamanda arzu şəkli götürülə bilər birinci şəxsin cəmində. Bunları fərqləndirmək üçün bizim köməyimizə ədatlar gəlir. Əgər arzu ədatları işlənərsə arzu şəklində, yəni nəqli cümlə və yaxud da əmr ədatları işlənərsə əmr şəklində və əmr cümləsi götürülür. Lakin burada A variantında gördüyümüz kimi nə arzu, nə də əmr ədat olmadığına görə həmişə ədalətli olaq cümləsi həm olacaq nəqli cümlə, yəni arzu şəklində, həm də əmr şəklində olan cümlə kimi əmr cümləsi götürülə bilər. Doğru cavabımız A variantı götürüləcək. İkincidə söz birləşməsini müəyyən edin deyir. Söz birləşməsi bilirik ki, 2 və daha artıq müstəqil, yəni leksik mənalı sözün birləşməsindən yaranır. Lakin burada nəzər salsaq, tərəf leksik mənası yoxdur, başqa leksik mənası yoxdur, üçün başqa mənası yoxdur. Hər kəs mürəkkəb əvəzlikdir, bir vurğu altında deyilir, ona görə də götürülmür söz birləşməsi. Yəni burada doğru cavabımız ev və gələrkən sözlərinin birləşməsindən əmələ gələn evdən gələrkən hər ikisi leksik mənalı söz olduğuna görə demək söz birləşməsi yaratmışdı. Üçüncü testə nəzər salaq. Uzlaşma əlaqəsinin kəmiyyətə görə pozulduğu nümunəni müəyyən edin. Burada demək uşaqların hamısı gəldi. Yadınızda qalsın ki, söz birləşmələrində uzlaşma əsas tərəfə görə müəyyənləşir. Burada bizim əsas tərəfimiz qrammatik tək olduğuna görə xəbərimiz təkdir və A variantı doğru cavabdır. Xalq meydana axışırdı. Toplu isimlərdə sadəcə məzmun cəm olduğuna görə onlar tək isimlərdir və xəbər təkdə olması da bu da doğru cavabımızdır. Gələnlər səni gözləmədilər. Mübtəda və xəbər hər ikisi cəmdir və bu da doğru cavabdır. Yarpaqlar tökülürdü. Gördüyünüz kimi cansızlarda düz uzlaşma olmur. Amma qayda cəhətdən doğrudur bu, lakin uzlaşma istənilən məqamda burada pozulur. Çünki yarpaqlar mübtəda cəmdədir, xəbərimiz təkdir və doğru cavabımız D variantıdır. Quzular mələşirdilər, quzular da cəmdə, mələşirdilər hər ikisi cəmdə olduğuna görə bu da doğru cavabımız götürüləcək və 3-də D variantı hesab edilir doğru cavab. Dördüncü sual. Yaxşı adam ifadəsi əsasında müəyyən edin. Doğrudur və yanlış. Əgər müəyyən doğru fikir istəyirsə bizdən, doğru yazılan hökmün qarşısında biz doğru fikri götürməliyik. Yanlış yazılan altında isə yanlış fikri götürməliyik. Və əsas nüqsədən ibarət, bəli, yaxşı sifət, adam, isim. Ona görə bir doğrudur. Biz biri götürməliyik. Demək, bir götürüləcək. Sonra ikinci tərəf mübtəda olsa da, birinci tərəfi təyin olacaq. Bəli, yaxşı adam kim? Necə adam? Yaxşı adam, bu da təyindir. Doğrudur. Bəzi məqamlarda parçalanmadan bir cümlə üzvü olur. Xeyr. Həmişə parçalanır, bu yanlışdır. İndi yanlışın altında yanlış hökmü götürməliyik. Sabit söz birləşməsi kimi düşünülə bilər. Bu yanlışdır və tezsiz uyğun olduğuna görə cavabımız B variantı 1, 2, 4 götürüləcək. Biri mürəkkəb ad deyil. Mürəkkəb ad hər hansı ad olmalıdır. Burada Bahar mağazası mürəkkəb addır. Xalq artisti mürəkkəb addır. Maspanedi mürəkkəb addır. Versal sülhü mürəkkəb addır. Sabirgilin evi. Bu sadəcə olaraq bir söz birləşməsidir və heç kəsin adı olmadığına görə burada ad olmayan Y variantı götürüləcək. 6-da ismi birləşməni müəyyən edin deyir bizə və ismi birləşmə odur ki, əsas tərəfin ifadə vasitəsinə görə 2 yerə bölünür birləşmələrimiz. İsmi birləşmələr, feili birləşmələr. Əsas tərəfi adlarla ifadə olunarsa ismi birləşmə, əsas tərəfi feilin təsbiflənməyən formalarla ifadə olunarsa feili birləşmələr götürülür. Burada əməllərcə peşman olmaq bu feili birləşməmizdir. Onun üçün bunu biz doğru cavab kimi götürə bilmərik. Yaxşı oxumaq, məqmək həsflənməyən formadır. Bu da feili birləşmədir. Kömək etmək arzusu. Arzu burada isim olduğuna görə ismi birləşmə C variantıdır. Oxuyarkən feili bağlama yenə feili birləşmədir. Rəqsi bitirmək yenə məstərdir. Feili birləşmə götürüləcək. 7-ci sual nəzər salırıq. O həmişəki sözlərin deyə həyətə endi. Cümləsində rəqəm yazılmış, hansı sözlər arasında sintaktik əlaqə yoxdur. O həmişəki sözlərini deyə həyətə endi. Burada o endi. Mübtəda və xəbər arasında uzlaşma əlaqəsi var, doğrudur. Həmişəki sözlərini 2 ilə 3 arasında əlaqə, demək, Y variantını biz buradan çıxardırıq. Burada əlaqə var, uzlaşma əlaqəsi. Həmişəki sözlərin 2 ilə 3-də əlaqə var, yanaşma əlaqəsi. B variantında biz buradan variantlardan çıxardırıq. Sonra sözlərini deyə. Sözlərini endi demək olmaz. Demək, doğru cavabımız C-dir. Həyətə endi, bəli, burada da idarə əlaqəsi var. Doğru cavabdır D variantımızda. Sonra deyə. Endi. Bu da yenə zərfliklə xəbər arasında yanaşma əlaqəsi. Bu da doğru cavabdır. Var və olmayan 3, 6 C variantıdır. Yanlış fikri müəyyən edin deyir.
bir sözdən ibarət söz birləşməsi olmur. Bəli, bu doğrudur. Cümlə ola bilər. Amma söz birləşməsi yalnız iki sözdən ibarət olmalıdır. Leksik mənalı sözdən ibarət olmalıdır. Gözü su içməmək ifadənin aslı və əsas tərəfi yoxdur. Bəli, uşaqlar, frazeoloji birləşmələrdə aslı və əsas tərəf olmur. Ona görə B də doğrudur. Təsvirlənməyən feillər ismi birləşmənin aslı tərəfi ola bilər. Aslı tərəfi ola bilər. Məsələn, oxumaq həvəsi, oxumaq arzusu. Bu da doğrudur. Demək, 1 doğru, B doğru, C doğru. Başqa qoşmalı söz birləşməsinin tərəfi ola bilər. Uşaqlar, qoşma leksik məna ifadə etmədiyinə görə söz birləşməsində tərəf kimi çıxış edə bilmir. Ona görə D variantı yanlış cavabdır. Birləşmənin hansı birləşmənin aslı tərəf feildir? Aslı birinci tərəf olduğuna görə biz nəzər salsaq ki, burada oxumaq feildir və C variantıdır. Bakı, isim, yağış, isim, torpaq, isim, meşə, isim, Bakı da burada isimdir. Zərf isim quruluşlu birləşməni müəyyən edin deyir bizə və burada zərf isim deyirsə yuxarı otaq, yuxarı yer zərfimizdir, otaq isə isimdir. Doğru cavabımız B variantı hesab olunacaq. Gəldik mətnimizə. Mətnimizin biri bildiyimiz kimi bədii mətndir. Qardaşların fədakarlığı. İki qardaşın bir-birinin olan fədakarlığından söhbət gedir. Qardaşın biri evli, digəri subay olur. Və mətni uzun oxuyacaqsınız və suallarla bağlı tanış olacaqsınız. Mətndə deyir, demək, qardaşlar harada yaşayırdılar? Bəli, burada mətnimizdə var. Görürsünüz ki, Aran adlı ölkədə. Demək, bir doğrudur. Qardaşlar kimi ilə məsləhətləşir? Xeyr, burada heç kim bir-birinə məsləhətləşmir. Sadəcə özləri bir-birinə qarşı hörmət göstərməyə çalışırdılar. Ona görə B variantı cavabı yoxdur. Sir hansı fəsiləsiz? Bəli, oktyabr ayında. Burada da mətndə var idi. Böyük himayəsində 6 nəfər və bir də yoldaşı 7 nəfər himayəsində var idi. Taxıl nə vaxt daşıyırdılar? Bunlar gecə daşıyırdılar. Gün ərzində daşıyırdılar və hətta gecədə çox yorğun düşürdülər. Ondan sonra mətnin sonuncu abzası ilə bağlı doğru fikirləri müəyyən edin deyir bizə. Sonuncu abzasımız odur ki, başa düşürlər ki, sədaqət qarşılıqlı anlaşma olan yerdə uğur məhsuldarlıq da olur. Burada xəbərsiz görülən iş aydınlığa çıxır. Bəli, 1. Doğru cavab götürəcəksiniz. Sonra ona çünki yardımı bir-birinə xəbərsiz eləyirdilər. Həqiqi mənalı sözü üstünlük təşkil edir. Bəli, bu da doğru cavabdır. Ondan sonra hadisənin baş verdiyi konkret tarix bəlli olur. Xeyr. Fərqli şəxslərin eyni davranışı öz əksini tapmışdır. Bəli, hər iki qardaş ikisi də humanistcə davranmışdılar deyə burada dördüncü fikir doğrudur və cavabımız olacaq D variantı. 13-də tün qərərflə yazılmış cümləyə əsasən bu qənaətə gəlmək mümkün deyil. Tün qərərflə yazılan cümləmiz burada hər gün qardaşlar əkin sahəsində işləyir, torpağı becərir, günün axırında gəlirlərini və əldə edilən məhsulu bərabər bölürdülər cümləsidir. Və buna demək, zəhmətkeşdirlər, bəli, işləyirlər, bu doğrudur uşaqlar. Çünki gecə-gündüz işləyirlər, bunu deyir. Ədalətlidirlər, bəli, ədalətlidirlər. Bu da doğrudur. Mehribandılar, bəli, bu da doğrudur. Ondan sonra bir-birinə qədər diqqətlidir, amma diqqətlərindən burada bir şey danışılmır. Çünki sonradan bir-birlərinə kömək etmələrlə bağlı qərara gəlirlər. Bir-birlə yaxşı yola gedirlər, bəli, bu da doğru cavabdır. 14. Mətnin sonuncu abzasında nöqtələrin yerinə hansı sözlə artırılsa cümlə məzmununa uyğun tamamlanar. Mətndəki nöqtələrimiz uşaqlar burada götürüləcək, demək, mehribanlıq, məhsuldarlıq olur. Sonuncu abzasa fikir verin. Bax, bu hissəmizdə nöqtələr qoyulub, işarə ilə göstərim sizə, olur. Bax, bu nöqtələrin yerinə uyğun gələn sözləri əvəzləyin deyir bizə. Bu da labüd olur, yəni qaçılmaz olur mənasında. Ona görə də biz götürürük burada labüd sözünü və qaçılmaz sözlərini. Bu da doğru cavabımız 2 ilə 3 olacaq D variantı. 15-də mətnin tərkib hissələri ilə bağlı düzgün fikri müəyyən edin. Nəticədə fikirlər mətnin giriş hissəsini təkrardır. Xeyr, fərqli bir şeylərdən danışılır. Orada yaşadığı yerdən sadəcə danışılır, işləməklərindən danışılır. Ona görə bir yanlışdır. Giriş isə bir abzasdan ibarətdir. Bəli, bu doğru fikrimizdir. Bir abzasdan ibarətdir. Mətnin nəticə hissəsi bir abzasdan ibarətdir. Bəli, bu da doğrudur. Doğru cavabımız B variantı 2-3 götürüləcək. Sonra 16-cı suala nəzər salırıq. Üzərində rəqəm yazılmış sözlərin şərhinə əsasən uyğunluğu müəyyən edin. Üzərində rəqəm yazılan sözlərimizdən, demək, birincisi stimul sözüdür. Fikir verirsinizsə, işarələyim, göstərim sizə. Baxın, stimul sözüdür. Digər sözümüz isə olacaq istedad sözüdür. Bu iki sözlə bağlı bizdən mətndə uyğun fikirləri istəyir. Və bu da
stimul, bir işə sövq edən, həvəsləndirici amil mənasındadır. Ona görə birə biz D variantını qeyd edirik və istedad isə fitri qabiliyyət deməkdir B variantıdır. Ona görə doğru cavabımız C. 1-ə D, 2-yə B uyğun gələcəkdir. 17. Mətnə əsasən bu nəticələrə gəlmək olmaz. Gəlmək olar. Bu nəticəyə gəlmək olar. İnsanların davranışı həmişə mehriban olmaya bilər. Xeyr, burada belə bir nəticəyə biz gələ bilmirik. Çünki mehriban idilər onlar. Bu yanlışdır. Sonra bu yanlış. Müsbət münasibətlə uğurlu nəticələrə yol aça bilər. Bəli, bu doğrudur. İnsan öz uğursuzluğuna günahkar deyil. Bununla bağlı nəticəmiz yox idi. Başqalarını düşünmədən yaşamaq mümkündür. Bununla bağlı yox idi. Başqalarından hörmət və qayğı gözləyən onlara qarşı eynisini etməlidir. Bəli, bu doğrudur. 2 ilə 5 olacaq B variantı. 18-də mətndə qarşısında hansı işarə qoymuş ifadələr məcazi məndə işlənmişdir. Mətnimizə nəzər salsaq, işarələrə, demək, ailəsi böyükdür. Ailə böyük burada say tərkibidir. Ona görə məcazi götürüləcək. Pay düşməlidir. Bir də bu məcazidir. Ona görə də doğru cavabımız bizim olacaq. Demək, mətndə A variantı. 19. Çərçivə əsasında verilmiş cümlə doğru hesab etdiyiniz fikri seçib və seçiminizi əsaslandırır. O təbii ki, burada fərziyyədir. Çünki burada reallıqla əlaqəli bir şey yoxdur. Bu qardaşların sadəcə bir-birinə olan nəyi, düşüncəsi və bir-birlərinin halını anlamalarıydı. Fakt olaraq bir şey götürülə bilməz. 20-də mətndə silogizmi tamamlayın. Demək deyir ki, kiçik qardaş böyük qardaş qeydinə qalır. Bir-birinin qeydinə qalan insanlar mehriban olurlar və burada da qardaşlar bir-birinin qeydinə qaldığına görə neynirlər? Bir-birləri ilə mehriban idilər. Digər mətnimiz uşaqlar Yusif Məmmədəliyevdir. Publisistik mətndir. Akademik Yusif Məmmədəliyevdir, bilirik. Ordubad şəhər dünyaya göz açıb, müxtəlif nailiyyətlə uğurlar əldə edib, Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdıran alim, akademik olmuşdu. Mətnin məzmununu zaten oxumusunuz, xəbəriniz var. Gəldik 21-ci suala. Əvvəlində işarə qoyulmuş sözün qarşılığı. Qarşılığı bilirik ki, yaxın mənalısı deməkdir. Və burada da işarə qoyulan sözümüz seçilən, nə götürülə bilər? Təbii ki, seçilmək, orada fərqlənmək mənasındadır. Ona görə də doğru cavabımız Y variantı olacaq. Digər suala nəzər salsaq, mətndə nədən söhbət getmir? İlk hadisələrdən, burada söhbət gedir. Bakılıların müharibə dövründəki fəaliyyətindən söhbət gedir. Bunlar doğrudur. Yeni elmin əsasının qoyulmasından söhbət gedir. Ölkə arası əlaqələrdən söhbət gedir uşaqlar. Azərbaycanın qəhrəmanlıqla döyüşməsi, burada döyüş səhnələri canlandırılmır deyə Y variantı götürüləcək. 23. Mətnlə bağlı hansı fikir yanlışdır? Yusif Məmmədəliyev təkcə demək, elmi fəaliyyət göstərməmişdir. Bəli, bunun doğrudur. Ondan sonra alimin kəşfi əməli olaraq fayda vermişdir. Bu da doğrudur. Yerin ilk süni peykin buraxılmasında Məmmədəliyevin rolu olmuşdur. Bu da doğrudur. Humanitar elmlərimizlə bağlı Məmmədəliyevin rolu olmuşdur. Bu da doğrudur. Qobustan abilərin tapılmasına rolu onu tanıtmışdır. Xeyr, bu yanlışdır. Ona görə də Y variantı bizim səhv cavabımız, yəni doğru cavabımız götürüləcək. 24-cü sualı nəzərə salırıq. Mətnin əsas hissəsi ilə nəticə hissəsi məqsədli şəkildə birləşdirilmişdir. Nəticə hissəsinin ilk ifadəsini müəyyənləşdirin. Məqsədli birləşdirilibsə, burada yeni bir fikrə keçid olan zaman biz bundan istifadə etməliyik. Və əsasən nəticəni fərqləndirmək üçün bura baxırıq demək. Görkəmli alim Əlizadə vəfat edir. Vəfat etdi deyəndən sonra burada fikir bitir. Və alimin geniş fəaliyyət. Keçirik biz nəyə? Alimin ölümündən sonraki dövrün qiymətləndirilməsinə. Ona görə də burada cavabımız olacaq bizim, demək, alimin geniş Y variantı doğru cavabımız götürür. Çünki oraya qədər canlı olaraq fəaliyyət edir. Artıq orada vəfat edəndən sonra biz onun ölümündən sonra olan fəaliyyətlə bağlı nəzər salırıq və Y variantı götürüləcək. 25. Tüm qara hərfi verilmiş sözün mətndəki yerinə görə hansı əvəz oluna bilər? Burada saxlanılır sözü. Saxlanılır nə olacaq? Təbii ki, qorunur mənasını ifadə edir. Orada əl yazmalar saxlanılır, qorunur deyir. A variantı doğru cavabımızdır. 26-da üzərində rəqəm yazılmış sözlərdə məcazi mənada işlənənləri müəyyən edin deyir.
26 sual nəzər salırıq. Demək, burada üstünə rəqəm yazılmış sözlərdən məcazi mən işlənənləri müəyyən edin deyir. Üstünə rəqəm yazılanlara baxırıq uşaqlar. Demək, birinci, dünyaya yayılmışdır. Bəli, bir məcazidir, çünki yayılmağı məcazi götürüləcək. Sonra, yüksək keyfiyyətli məcazidir. Kimyəvi tərkib bu həqiqidir, 2 gedir. Uşaqlar, yüksək aldığı, bu da məcazidir. Doğru cavabımız 1, 3, 4. O da olacaq hansı variantımız? Demək, 26-da C variantı doğru cavab götürüləcək. 27-də aşağıdakılar hansı mətnin plan bəndi ola bilməz? Yəni, hansı ilə bağlı mətndə yanaşma yoxdur, onu istəyir sizdən. Neft və qazımızın tədqiqi. Bu var uşaqlar. Bu doğru cavab. Mətni oxumusunuzsa bilirik. Müharibə dövründə fəaliyyət. Bu da var idi. Zəhmətin qiymətləndirilməsi. Bu da var idi. Aləmin kosmosun fəthində rolu. Bu da var idi. Dastanın yazıya alınmasında alimin rolu, lakin belə bir şey yox idi deyə Y variantı yanlış cavabımızdır. Mətndə hansı olan cavab yoxdur? Tariximizin tədqiqində Məmməd Əliyevin rolu olubmu? Təbii ki, bunun cavabı var. Gəncədə Nizaminin abidəsinin ucalma kimin rol olmuşdur? Bununla bağlı heç bir yanaşma yoxdur deyə cavab B variantı götürüləcək. 29-cu sualı nəzərə salsaq, altına xətt çəkilmiş cümlədə yanlış ifadələr işlədilmiş olar, düzəliş etməklə yenidən yazın deyir. Burada uşaqlar nəinki kimya sahəsində, hətta humanitar elmlərin, cümləmiz bax budur, hətta humanitar elmlərin, demək, mahir bilicisi olan akademik Məmməd Əliyev yüksək vətənpərvərlik hissi ilə Azərbaycanda əlyazmalar fondunun yaradılması, Qobustan abidələrinin qorunub saxlanılmasında, Qədim Azərbaycan eposu, Kitab Pedaqoq dastanının Qafqaz Albaniyasının tarixinin tədqiqinə, nizamşünaslıq elminin əsasının yaranmasına yox, əsasının qoyulmasına. Bax, burada uşaqlar sözümüzün biri. Elə bu götürüləcək. Yanlış olan cavab, bax, bu yaranmasına yox. Qoyulmasının, əsasının, bir dəqiqə, əsasının qoyulmasına. Bu səhvdir. Bir də Nizami Gəncəvinin Bakıda abidəsinin ucaldılmasına bais olub. Yox, uşaqlar nə ola bilər? Nail olub olmalıdır. Ona iki sözün yeri dəyişdiyi halda cümlədə olan məntiq xətası aradan qalxacaq. Sonra gəlir 30-cu sualımıza. Burada hadisə 61-ci ildə nə etmişdi? Məmməd Əliyev vəfat etmişdi. Ona görə vəfat tarixi qeyd olunacaq. O mətndə var vəfat etməsi. Vəfat etməsi 41-45-ci illərdə isə fəaliyyətində, demək, onun gördüyü işlər, ondan sonra mükafata layiq görülməsi, kosmosu fəth etməyə imkan verməsi, ondan sonra əsirxana yaradılması, teleskop əsirxana gətirilməsi və bu kimi fikirlər 41-45-ci ildə olan fəaliyyətinə aid olaraq götürüləcək. Təşəkkür edirəm diqqətinizə görə. Növbəti izahlarda görüşmək ümidi ilə.